Mətbəximdən hamıya salamlar. Yumşaq, qabardıqca qabaran sadə bulka resepti ilə gəlmişəm. Dəqiq resepti şərhlərdə qeyd edirəm. İlıq südə şəkər tozu, maya, duz əlavə edib qarışdırıb mayanın çalışması üçün gözləyirəm. Maya qabarandan sonra üzərinə yumurta, əridilmiş kərə yağı, vanil qatıb qarışdırıram. Unu hissə-hissə əlavə edirəm. Unun marka və keyfiyyətindən asılı olaraq miqdarı dəyişə bilər. Ələ yapışmayan yumşaq xəmir alınır. Qabı yağlayıb xəmiri yerləşdirirəm. Üzərini stricləyib 1 saat mayalandırıram. Mayalanmış xəmirin havasını alıb yoğururam. Xəmirin havasını alıb yaxşı yoğurmaq mütləqdir, yoxsa bulkadan maya dadı gələcək. 30 ədəd 60 qramlıq kündələr düzəldirəm. Listə yığıb üzərlərini örtürəm. 30 dəqiqə də belə mayalandırıram. Tamam mayalanmış xəmirlərin üzərinə yumurta sarısı çəkib 180 dərəcə isitdiyim sobada üzərləri qızaranadək bişirirəm. Bişən bulkaların üzərinə kərə yağı çəkirəm. Pambıq kimi yumşaq bulkalarım hazır oldu. Sonacan izlədiyiniz üçün minnətdaram. Geri dönüşlərinizi səbirsizliklə gözləyirəm. Hazırlayacaq olan hər kəsə nuş olsun.